olsa deyərdin də. Bunun elə, kim nə deyir, şikayət eləyəcəm. Bunun elə məqsədi hamını qeyb şikayət eləməkdir. Bununla dalaşan kimi qaçır şikayət. Elə bir Bakıya gəlib hamını şikayət eləsin. Hamını məhkəməli eləsin. Bunun iş gücü nədir mən bilmirəm. Bu elə kimdən danışır, qaçır məhkəməyə. Elə bir xəstədir, çatmır başında. Kiminlə dalaşır, qaçır məhkəməyə. Şikayət eləyəcəyəm. Qanunla. Bay Allah. Almaniyada qanun yadıma düşmür ama. İndi ora gedəndə vedrə dalıca vedrə bağlayacaq hamıya. Burada deyə bilmir axı. Burada Azərbaycandır. Bilir ki, hamı haqqını tələb eləyəcək. Burada oturub sakit. Ora getsin, əl çatmayanda o başlayacaq hamıya vedrə. Bax, kişi qızıyam deyirəm, dalında da duram. Bax, belə də eləyəcək. Hə, burada amma deyə bilmir. Orada yadına düşəcək sözlər. Güncəllənmə gələcək orada ona. Deyir canlısında 1000 nəfər var. Görsən qəlbi xain insandır. Deyir canlısında 1000 var, məndən danışdı, qalxdı. Bir insanın canlısını düşüb qalxmağın güdüb, nəyinəsə sevinirsə, deməli sən dost deyilsən. Sən iç üzvü açıram bax mən burada. Sən çox xain qızsan. Sən insan, sən görsən sən mənim ancaq canlımın düşməyin gözləyirsən. Deməli sevinirsən. Zuzu düz deyirmiş də. Zuzu düz deyirmiş ki, Zuzu deyirdi ki, Ləman canlı açanda mənlə Müjgana deyirdi ki, canlı açın, Ləman tək qalsın. Ləman canlı açın, qoyun Ləman canlısı düşsün. Kim kimin paxıllığını çəkir, çox maraqlıdır. Bunu mən eləməkdə məqsədin nə imiş ki? Mən gözdən salmaq, Ləman tək qalsın. Niyə tək qalsın?